Gülşən Ağdadaş qızı Qurbanova 19 dekabr 1950-ci ildə Bakıda anadan olmuşdur. Əli bəy Hüseynzadə adına Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutunu bitirmişdir. 16 fevral 1979-cu ildən 17 noyabr 2006-cı ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərmişdir. Gülşən Qurbanova Şirin Bala Bal Yığırda, Erzəngül, Ana Laylasında, Çiçək, Tamahkarda, Nabat, Şəhərli Oğlanda, Şahnaz, Pul Dəlisində, Gülnaz, Bala Bəla Sözündəndirdə, Ana rolunda və s. kinoda, televiziya tamaşalarında çıxış etmişdir. Teatrdan ayrılandan sonra Gülşən Qurbanova telekanallara dəvət almış və uzun müddət AzTV-nin Gəlin Birlikdə Gülək adlı layihəsində çıxış etmişdir. AzTV-dəki layihə bitəndən çox sonralar aktrisa Aynəslə uzun müddət əməkdaşlıq eləyib. Qaynar Qazan verilişinin aparıcısı kimi aktrisa və veriliş tamaşaçılar tərəfindən sevilmişdir. Azərbaycanın xalq artisti Gülşən Ağdadaş qızı Qurbanova 17 noyabr 2006-cı ildə televiziya proqramlarının birindən evə gələrkən 3-cü dəfə qəfildən infarkt keçirmiş, 56 yaşında Bakı şəhərində vəfat etmişdir. Köhnə Yasanol qəbirstanlığında torpağa tapşırılıb. Aktrisa Gülşən Qurbanova, aktyor Ağdadaş Qurbanovun qızı olub. Aktrisa Gülşən Qurbanova rəssam, rejissor Firəngiz Qurbanovanın bacısı olub. Aktrisa Gülşən Qurbanova aktyor Hamlet Qurbanovun ögey bacısı olub.